Bu tarixi yaxşı bilməyənlər, əzbərçi öyrənənlər üçün bir misalı mən gətirmək istəyirəm. Çar Rusiyası ilə Sovet Rusiyası mahiyyətcə eyni dövlətlər deyil. Niyə dövlətlər deyil? Sovet Rusiyası da ideoloji baxımdan Çar Rusiyasını inkar edir. Çar Rusiyası pravoslav bir imperiyaydı. Pravoslavlığı önə çəkirdi. Amma başqa dinlərin də hansısa şəkildə sıradan çıxarılmasına maraqlı değildi. Amma Bolşeviklər Sovet Rusiyası bütövlükdə dinin əleyhinə bir sistem idi və bütün dinləri sıradan çıxardırdı və hamını da bir sosial və milli bərabərlik, milli bir uzlaşma adında yox, sosial bir uzlaşma adında bir dövlətə çevirirdi. Və belə bir vəziyyətdə Azərbaycan tarixinin bu mərhələsinə biz biraz daha yeni bir yanaşım ortaya qoymalıyıq. Yəni Axundov, təsəvvür eləyin ki, İranda Axundov yetişə bilərdimi? İranda Həsən bəy Zərdabi yetişə bilərdimi? İkisini də necə o Babiləri öldürdülər, bütün o şəriətçi sistem hamısını öldürəcək. Pənah bəy dedi, onu inkar etmir axı. Yox, inkar eləyir. Nə məsələ nədir? Mən ümumiyyətlə Pənah bəyin dediyi məsələ nədir? Deyir, tərəfli. Bəli, mən Azərbaycan dövləti, müstəqil Azərbaycan dövləti tərəfindən yanaşıram. Səfəviliyin nəticəsi bir məzhəbçi teokratik dövlətin nəticəsi nədir? İran İslam Respublikasıdır, eyni deyil. Adı İslam Respublikasıdır. Azərbaycan bir dəqiqə. İkinci, heç Osmanlının özü, bir dəqiqə dinləyin. Osmanlının özü Səfəvilərdən də gerici bir ölkə idi. Mən Osmanlı tərəfdarı deyiləm ki, hətta Ərdoğanın bu çıxışında belə yanaşma üslubu mənim üçün qaniyedici deyil. Yəni onun yanaşması əslində daxili toplum üçün deyir ki, biz birlikdə olmalıyıq, çaldıran da Osmanlı'nın qazandığı qələbədir. Amma mənim fikrimcə biz Türkiyənin modern tarixini, Türkiyənin də mədəni tarixə keçişi, Osmanlı qaranlıq keçmişidir Türkiyəndə. Mədəni tarix Atatürk'dən başlayır. Atatürk bütün Osmanlı sütununu dağıtmasaydı və ona görə də bu insanların böyük əksəriyyəti Hüseyn Zavidi də yaxşı oxumayıblar. Hüseyn Zavidin iblisi nədir? Hüseyn Zavidin iblisi Atatürk'ə əsr olunmuş əsərdir. Orada Elxan Paşa Osmanlıya qarşı vuruşan, ərəbləşmiş Osmanlıya qarşı vuruşan bir paşadır. Və demək nəyə gətirirəm? Bizim bugünkü tariximizin o istiqamətini biz doğru tutmasaq, indi baxın Azərbaycanlılar nəyin davasını aparırlar? Əslində bugün Səfəvilik davası aparan İrancılardır. Mahiyyətcə, millətçi də görünsə, deyək ki, İslamçı da görünsə, İran niyə davadır? Çünki bu İran özü bütün vilayətinin, başqalarının çıxışlarını dinləyin, əsərləri oxuyun. Hamısı bu tarixi özlərinin bütövləşmə tarixi kimi qiymətləndirirlər. Və bu Azərbaycan dilə etmirmi? Ərazi olaraq da Azərbaycanın hansısa bir ərazisini cənubdan gələrək işğal ediblər. Başqa hansısa bir şəkildə Azərbaycanda başqa dövlətlər yox idi. Ya Ağqoyunlu deyirlər, Azərbaycan dili, Ağqoyunun dili erməni dili idi, Qaraqoyunun dili erməni dili idi. Heç bir dövlət dili elan olunmuyubdur. Sadəcə türk tayfalardır. Bu türk tayfaları dini, ideoloji, inanca görə bir-biri ilə toqquşdular və bu qüvvə də gəldi bura. Sultan Səlimlə də savaşın əsas məqsədi tarixdə bunun mənbələri göstərilibdir. Portuqaliyalılar Məkkəni işğal eləmək istəyirdilər və Səfəvilərin də bunlarla gizli anlaşması vardı. Vatikanla, Venesiya ilə, Portuqaliya ilə və bunun qarşısını almaq üçün bu məsələni həll edəndən sonra daha çox o istiqamətə yönələ bildi. Bu da dövlətlər arası olan münasibətdir. Bizim bugünkü tarixə qətiyyən aidiyyatı yoxdur. Bizim tarix başlayır Məmməd Əmin Rəfsadənin qurduğu cümhuriyyətdə modern tarix budur. Biz modern tarixi qoymuşuq o tərəfə. Özümüzün cəhalət, xurafat, tariximizi, halbuki indi bugün desən ki, Pənah bəy, get o sistemin içində, həmən İran, get orada yaşaya bilərsən? Yox. Və demək istədiyim odur ki, Ərdoğanın dediyi də heç doğru təhlil eləmədi. Ərdoğan elə demədi. Mən çıxışını da dinləmişəm. O ümumi kontekstdə çıxış eləyəndə bugünkü birliyin kökünü tarixlə əlaqələndirməyə çalışdı. Amma mənim fikrimcə bu tarixi daha çox, məsələn, Çanaqqala ilə, orada birliyi ilə əlaqələndirmək daha doğru. Çünki modern tarixi ilə klassik tarixi, yəni kim kimi öldürdü, kim kimin torpağını işğal elədi, bunlar bitib. Bizim əsas faydalı olan nədir bizim?
bizim tarix danışanda, biz fəxrlə danışanda 18-ci əsrdə kimdən danışırsan? Kimin fəlsəfə əsərindən danışırsan? Kimin mətnindən danışırsan? Ancaq başlayanda Axundovdan başlamırıq, Bakıxanovdan başlamırıq, başlamırıq Zərdabidən, Əkinçidən. Niyə Milli Mətbuat Gününü siz elan eləmirsiniz 1502-ci ildə Şah İsmailin hansısa bir fərmanı ilə? Niyə elan eləmirsiniz? Niyə Zərdabidən başlayırsınız? Mədəni tarixdən hər şey başlanır. Sahib çıxmamalı Sahib yıxımı. çıxdığımız tarix yox. Biz Xətaya sahib çıxmayaq mı? biz başqasının öldürdüyü minlərlə insana indi baxın, siz sahib çıxmaq istəyirsiniz. Azərbaycan nə vaxt parçalanıb? Azərbaycan 1992-ci ildə parçalanıb. Qarabağı ermənilər işğal eləyib və Azərbaycan nə vaxt bütövləşib? 2023-cü ildə. Qəhrəman axtarırsınızsa, Azərbaycanı bütövləşdirən kimdir? İlham Əliyev. Qəhrəman onu axtar da. Sən niyə tarixdən axtarırsan? İkinci, Azərbaycan. Çünki biri digərini inkar etmir axı. Yox, inkar eləyir. Nə mənada inkar eləyir? Biri yalandır, biri gerçəkdir. Siz yalanı götürüb özünüz üçün ideallaşdırırsınız və bu da cəmiyyətimizin gələcəyinə təhlükə yaradır. Yalanı ideallaşdırırsınız. Və bundan da ən çox İran istifadə edir. Və İran üçün, Pənah bəyin bu tezisi, İran üçün göydən düşmə bir tezisi. Demək